Salam, hörmətli abituriyentlər. 13-14-cü əsrlər Azərbaycan mədəniyyəti haqqında danışacağıq. Əvvəlcə elm və mədəniyyət xadimləri. Tarixçilər var. Fəzlullah Rəşidəddin, Nizaməddin Şami, Şərafəddin Əliyezdi, Həmdullah Qəzvini. Həmdullah Qəzvini həm də coğrafiyaçı olub. Zəkəriyyə Qəzvini və Əbdürrəşid Bakuvi də dövrün məşhur, tanınmış coğrafiyaçıları idi. Dilçi alimlər Məhəmməd Naxçıvani, Hinduşah Naxçıvani, Əsirəddin Əndəlusidir. Məhəmməd Naxçıvani ölkədə çoxlu darüşşəfaların olması haqqında məlumat verir. Musiqiçilər Səfiyyəddin Urməvi və Əbdülqadir Marağayidir. Filosoflar, şairlər sırasında isə Fəzlullah Nəymi var, hürufiliyin banisi, İmadəddin Nəsimi var, onun varisi, davamçısı. Mahmud Şəbüstəri, həmçinin İzzəddin Həsənoğlu var. İzzəddin Həsənoğlu da Azərbaycan dilində ilk şeirin müəllifidir. Bu dövrdə xüsusilə fərqləndirilməli olan şəxs Nəsrəddin Tusidir. 1201-1204-cü illərdə yaşayıb, Hülaki xanın məsləhətçisi, Abaqa xanın isə vəzir olmuşdur. Təhrir-i Öqlidis, Əxlaqi Nasiri, Zicilxani əsərlərinin müəllifidir. Planetlərin orbitinin əsas elementlərini vermişdi. Həmçinin onun təşəbbüsü ilə 1209-cu ildə Marağa Rəsədxanası tikilmişdi. 13-14-cü əsrlərə aid memarlıq abidələri isə Mərdəkan qalası, Ramana qalası, Nardaran qalası, Bayıl qalası, Marağa Rəsədxanası, Əlişah məscidi, Olcaytu Xudabəndə türbəsi, Bərdə türbəsi, Naxçıvanda Qarabağlar türbəsi və Gülüstan türbəsi, Nəyiminin məqbərəsi və Bibi Heybət məscidi. Bunlar da 13-14-cü əsrlərə aid memarlıq abidələrdir. Bu, bütün mövzunu əhatə etməsə də, yəni xırdalıqları, detalları əhatə etmir, amma ümumi bir mənzərə yaradır. Yəni dərsin 90%-dir bu. Bu baxımdan vəsaitimizdən də dərs öyrənməyiniz tövsiyə olunur. Hər birinizə uğurlar arzulayıram.